Bədənimizdə bizi hər an qoruyan bir sistem mövcuddur. Bu sistemin tərkib hissəsi olan komplement zülalları bədəndəki hər hüceyrəyə hücum etmək üçün proqramlaşdırılmışdır. Maraqlısı odur ki, vəzifəsi orqanizmi müdafiə etmək olan bu zülallar bədəndəki bütün hüceyrələri düşman kimi qəbul edirlər. Qaraciyərdə istehsal edilən və normal şəraitdə qanda təsirsiz halda olan komplement zülalları qıcıqlandırıldıqda bir anda qarşılaşdıqları bütün hüceyrələri yox etmə qərarı alırlar. Lakin bədəndəki zərərsiz hüceyrələr bu zülallardan qorunurlar. Komplement zülalları onlara toxunan kimi dərhal zərərsizləşdirilir. Bədənə daxil olan yad orqanizmlər isə gözləmədikləri bu zülalların hücumuna məruz qalırlar. Zülalların biri yad orqanizmə bağlandıqda forma dəyişikliyinə uğrayır. Daha sonra komplement sisteminə aid digər zülallar da bir-bir həmin bakteriyaya bağlanırlar. Sistemin son elementi isə müdafiəsiz qalmış bakteriyanın hüceyrə qılafını deşir və bakteriyanın içinə su daxil olduğu üçün partlayır. Bütün bunlar onu göstərir ki, orqanizmə daxil olan bakteriyaları, eləcə də onlarla mübarizə aparan molekulları yaradan uca Allahdır. Bakteriyalar qarşılaşacaqları təhlükənin fərqindədirlər. Orqanizmdəki hüceyrələr isə bədənə daxil olan hər hansı bakteriyaya qarşı öncədən tədbir alır. Aydındır ki, bütün bunları şuursuz bir hüceyrə edə bilməz. Bu sistemi yaradan, bütün kainatın sahibi və hakimi olan Allahdır.